Belə bir sual verilmişdir. Suala görə bizdən bu ifadənin ən kiçik qiymətini tapmaq tələb olunur. İlk öncə deyək ki, ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 şəklində olan ifadənin ən kiçik qiymətini tapmaq üçün ilk öncə x0'ı tapmalıyıq. Daha sonra bu x0'ı aparıb x-in yerinə yazaraq bu ifadənin ən kiçik qiymətini tapmaq olar. X0'ımız isə mənfi b böl 2a şəklində hesablanır. İndi isə keçək ifadəmizə. İfadəmizdə b-miz mənfi 8-ə bərabərdir. b bərabərdir mənfi 8-ə. a-mız isə 2-yə bərabərdir. Onda ifadəmizdə x0 bərabərdir mənfi b-miz mənfi 8 bölünsün 2 vura, yəni 4. Buradan 2 tapmış oluruq. Gətirib bu x0'ı qeyd elədik ki, bu x-in yerinə yazmalıyıq. Amma ifadəmizdə a var. Onda bunu a0 şəklində işarə eləyə bilərik. Gətirib a0'ı yuxarıdakı ifadədə yerinə yazsaq, 2 vuraq, 2-nin kvadratı minus 8 vuraq 2 plus 11. Buradan isə 8 minus 16 plus 11, yəni 3 tapmış oluruq. Y variantı.